Azərbaycan karateçisi 5 qat dünya, 11 qat Avropa çempionu olan Rafael Ağayev əməliyyat olunub. Əməliyyat ötən gün Bakıda yerləşən xəstəxanalardan birində baş tutub. Onun əlindən və əzələ zədəsindən əməliyyat olunduğu qeyd olunub. Hadisə ilə bağlı idmançı ilə əlaqə saxladıq. Rafael Ağayev əməliyyat olunduğunu təsdiqləyib. 40 yaşlı idmançı vəziyyətinin yaxşı olduğunu bildirib. Hər şey qaydasındadır deyə o qeyd edib. Gecə saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib. 1965-ci il təvəllüdlü Ağdaş rayonu Binələr kəndində yaşayan gitar ifaçısı Qurbanov Əhmədiyyə Qurbanoğlu əslən Kötanov kəndindən olub. O həmkəndlisi olan müğənni 1972-ci il təvəllüdlü Hüseynov Yusif Əskəroğlunun musiqiçi dəstəsində olub və həmişə birlikdə toy məclislərinə gedirmişlər. Yusif Hüseynov hadisədən bir neçə gün əvvəl rayon ərazisində keçirilən toy məclisində olsa da, həmin toya Əhmədiyyə Qurbanovu yox, başqa gitar ifaçısını aparıb. Bunu eşidən Əhmədiyyə Qurbanov toy məclisi başa çatandan sonra spirtli içki qəbul edərək evindən bıçaq götürüb Yusif Hüseynovun evinə gəlib. O müğənnini evindən çölə çıxarıb və mübahisə edib. Mübahisə davaya çevrilib və Əhmədiyyə Qurbanov müğənniyə 2 bıçaq zərbəsi endirib. Yusif Hüseynovun yerə yıxıldığını görən gitar ifaçısı hadisə yerindən qaçıb. Müğənni ailə üzvlərinin köməyi ilə Ağdaş rayon mərkəzi xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Əməl törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, faktla bağlı araşdırmalar davam etdirilir.